Salam 102 Xəbər info və inform xəbər izləyiciləri. 102 Xəbər info və inform xəbər TV rəhbəri olaraq bugünkü buraxılışımızı şəxsən bir rəhbər kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hər zaman yanında olduğumuz kimi nəinki Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi, Baş Prokurorluq, Baş Mütəşəkkir Cinayətkarlıq, Korrupsiyaya qarşı və Daxili İşlər Nazirliyinin ətrafında olduğumuz bir qurum kimi sizləri bugünkü buraxılışımdan bir rəhbər olaraq kafe adı altında əxlaqsızlıq yuvalarından təşkil edən bir qrup gənc xanımları cinsi istismara vadar eləyən kafe sahibləri barədə məlumat verəcəyik. Məlumatımızı ilk öncə məlum edim ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Halverinə qarşı Mübarizə Baş İdarəsinə yönləndirmişik və əlimizdə olan video görüntülər, əlimizdə olan şəkillər və digərləri. Bugünkü çıxışımız sırf Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə yönləndirilən bir rəhbər olaraq çıxışım Biləsuvar rayon ərazisində olan kafe adı altında olan əxlaqsızlıq yuvalarındandır. Yəni mən o videoları, bizə daxil olan videoları, şəxsən WhatsApp vasitəsilə daxil olan videoları efirə verməyə özümə bir şəhid qardaşı kimi necə deyərlər, sığışdırmadım ki, Azərbaycan xalqı elə bir əxlaqsızlıq yuvalarının, elə bir əxlaqa zidd olmayan videolarını görsün. Yəni buna görə də müraciət edirəm və mən güvənirəm ki, hər zaman da güvənmişəm. Biləsuvar rayon polis idarəsinin rəisi Nəsib müəllimə də qarşısında baş əyirəm. Ona görə baş əyirəm ki, Nəsib müəllim Azərbaycan Respublikasında salib seçilən polis rəislərindəndir və polis rəislərindən olduğu kimi də hər zamanda şəhid ailələri, qazi və veteranların yanındadır. Elə bir rəislərin qarşısında nəinki baş əymək, onlara mütəmadi olaraq onların idarə etdikləri idarəçiliyi qürurla paylaşmaq, qürurla istinadən paylaşmağı özümüzə qürur duyuruq. Buna görə də mən bu çıxışımla müraciət edirəm Daxili İşlər Nazirimiz, çox hörmət bəslədiyimiz Daxili İşlər Nazirimiz General Polkovnik Vilayət Eyvazov cənablarına, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yanında İnsan Halverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, çox hörmət bəslədiyimiz Rüfət Ağlazova və Biləsuvar rayon polis idarəsinin rəisi Nəsib müəllimə ki, bu kimi əxlaqsızlıq yuvalarını, fəaliyyətini durmadan dayandırmağı özümüzə borc bilirik ki, xahiş edirik, durmadan dayandırılsın. Çünki neçə gənclərimiz yolxucu xəstəliklərə düçar olurlar, neçə gənclərimiz öz ailələrinə biganə yanaşırlar, belə kafelerin ucbatından. Yəni bu kimi kafelerin yığışdırılmasını sizlərdən xahiş edirik. Bizim əlimizdə olan video görüntünü də İnsan Halverinə qarşı Mübarizə Baş İdarəsinə yönləndirmişik. Lazımı orqanlara da bizə müraciət etsələr, həmən video görüntüləri yönləndirməyə özümüzə borc bilirik. Sadəcə o video görüntüləri mən efirə qoymamışdan əvvəl məlum edirəm ki, o video görüntü efirə getməmişdən öncə mən xalqdan üzr istəyirəm. Çünki mən o video görüntünü ora qoysam, öz şəhid qardaşı adımı ləkələmiş olaram. Yəni o video görüntülər efirə çıxası deyil. Sizlərlə mən 102 Xəbər info və inform xəbər rəhbəri Azər Xudayroğlu mövzu diqqətimizdədir. Növbəti mövzumuzda digər səs yazıları və digər xüsusi videoları efirə verməyi özümüzə borc bilirik. Minnətdarıq. Biz əminik ki, bizim bu müraciətimizdən sonra Biləsuvarda əxlaqsızlıq yuvaları dayandırılacaq. Elə o əxlaqsızlıq yuvalarının adlarını deyə bilərəm. Demək, Leyli adında bir xanımın idarə elədiyi əxlaqsızlıq yuvasından gəlib bizə video görüntülər. Orada Samir adında oğlanın idarə edir. İdarəçisidir, bilmirik, kafedir, çayxana adı altında gedir, çay kofe adı altında gedir, əxlaqsızlıq yuvasıdırmı? Bir bu, bir də ki, keçmiş ümidin obyekti olan Aidənin obyektindən gedir. Aidə xanımın.
Yəni bu obyektləri də xanımlarla təchiz eləyən İnsan Alverinə qarşı mübarizə baş idarəsinə məlumat vermişik olan bir xanımdır. Qızları ora təşkil eləyir. Yəni nəinki ora, bütün Azərbaycanın əksər yerləri, Beyləqan, Bərdə, Kariyer, çox yerləri qızlarla təmin eləyir. Məndən bu qədər. Növbəti videomuzda ətraflı məlumatı verəcəyik. Sizlərlə mən 102 xəbər info və inform xəbərinin rəhbəri Azər Xudayroğlu, şəhid qardaşı, 1-ci Qarabağ müharibəsinin könüllü iştirakçısı Ömürlük Əlili, 44 günlük Zəfər müharibəsinin xalqın, prezidentimizin dəmir yumruğu altında müharibəyə qoşulmuş veteran qazi atası. Sağ olun.